Birinci suala baxın. Burada qaranlıq qalan görək nələr var. Bu üçüncü isə artıq birə baxanda, ikiyə baxanda daha belə mürəkkəbləşir, daha fərqli şeylər yerinə yetiririk. Birdən necə eləmisiniz? Deyin görün. Bir də 2-ni 3 üstünü 2 3 qoymuşam yuxarıdan. Gedə-gedə düşmüşəm aşağıya kimi. Formayı So eyniləşdirə də bilərsiniz. Baxın, bizə kvadratı soruşur. Biz kvadratı tapmaq üçün dairəni bilməliyik. Hı Dairəni -hı. bilmək üçün üçbucağı bilməliyik, düzdürmü? Bəli. Hı A'ları, -hı. B'ləri eyniləşdirə bilərsiniz rahat bir formada. Baxın, buranı A'ları 1 götürün. Burada 3 A'dır, burada 2 A'dır. Əmsalları bir-birinə vurursunuz. Vuranda neçə eləyir? Hansını deyirsiniz? Yuxarıdakıları deyirsiniz? Üçbucaqla dairəni eyniləşdirməyi deyirəm. Hələ Hə, ki, üçbucaqla dairəni iç-içə gətirdik, ilə eyniləşdirdik. 3 hə də ilə eyni 2-ni vuranda neçə eləyir? 4 6. 3 ilə 2-ni Üçbucaq vurub yox, elə yox. Baxın, altdakı siz üçbucaq necə 4. deyirəm? Deyirəm ki, buradakı biz baxın, kvadratı bilmək üçün Hı -hı. dairəni bilməliyik. Dairəni bilmək üçün üçbucağı bilməliyik. İndi ən axırıncı Bəli, dairənin bəli. üçbucaqdır. Bunları hal-hazırda bir iç-içə gətirək. Əmsalları bir-birinə vururuq. A'ların əmsalı nədir? Biri 3-dür, biri 2-dir. 3 2-yə vuranda neçə Hı edir? -hı. 6. A da yazılır 6. yanılır. Üstə gəlinsin. Hə. Baxın, bizə üstə gəlinsin verilib. Hı Üstə -hı. gəlinsin. Burada rəqəm yazılmayıbsa, bunun əmsalı 1-dir. 2-ni 1-ə vuranda neçə eləyir? 2. 2. Əmsalı yoxdursa, qarşısında heç nə yazılmırsa 1 deməkdir. 2-ni də 1-ə vuranda 2B. Bu formada gətirdik. İndi onu gətirib burada tətbiq eləməliyik. A-nın qarşısında rəqəm yoxdur. Yəni 1-dir. 6 Hı A-nı -hı. 1-ə vuranda 6 A olaraq da qalır. Üstə gəlinsin. Burada qarşıda 2 var. B-nin ikisini 2-yə vurmalıyam. 2-ni 2-yə Hı vuranda -hı. neçə eləyir? 4B. Hı -hı. Ha. İndi bizdən istədiyi rəqəmləri yerinə qoyacaq. Birinci yerdə duran A-dır, ikinci yerdə B-dir. Deyir A-nın Hə. yerinə 2 yaz, 2 B-nin 8 yerinə 12 3. 24. 6 dəfə 2-nin 12, üstə gəlinsin 3 dəfə 4-ün 20. Bir dəqiqə 3 dəfə 4-ün 12 üzrü sayın. Toplayanda edir, yekunda edir 24. Cavab da olur C variantı. Aydın Bəli. oldu. Bəli, bəli. Amma mən etap-etap getmişdim, oradan almışam. Belə ala bilməmişdim. Etap gedərsiniz hansı tiplərdə? Aşağıda bəzi mürəkkəb tiplər görəcək. Hə, orada bizdən etap tələb eləyəcək artıq. Çünki rəqəmlər biraz müxtəlif gələcək. Amma bu formada məncə rahat bir üsuldur. Baxın, bizdən dairəni istəyir. Dairəni bilmək üçün kvadratı bilməliyik. Kvadratı bilmək üçün üçbucağı. Hı Deməli, mən -hı. birinci kvadratla üçbucağı əlaqələndirərəm. A-larına, B-lərinə baxın. Qarşıda rəqəm yoxsa bu 1 deməkdir. 1 2-yə vuranda neçə eləyəcək? 2. Yanına da Yeah. yazılacaq A. Ortada üstəgəl var. Üstəgəli yazdıq. B-nin qarşısına rəqəm yoxdur, o 1 deməkdir. 3-ü 1-ə vuranda neçə eləyir? 3B. 3 bir. Buradan 2A üstəgəl 3B-ni çıxartdıq. İndi aşağıya tətbiq eləyəcəyik. A-nın qarşısında rəqəm yoxdursa 1-dir. 2-ni 1-ə 1 vuranda neçə eləyir? 2. 2 A qaldı. Üstə gəlinsin. Qarşıda 2 var. 2-ni 3-ə vuranda neçə eləyəcək? 6B. 1. Bu formada yazdıq. İndi sadəcə rəqəmləri yerinə qoyacağıq. Başqa da Hmm. heç bir şey 12 eləmirik. üstüne 18 6 gel. A-nın yerinə 6 yazırıq, B-nin yerinə 3. 6 Hı. dəfə 2, 12. Üstə gəlsin. 6-nı 3-ə vururuq, 18. Toplayanda bizə verəcək 30-u. Aydın oldu? Bəli. Məncə bu da rahat bir üsuldur. Tətbiq eləməyə şey eləsəniz, daha şey gələcək sizə, pratik gələcək digərlərinə baxanda. Gəlin baxaq bura. Burada da eyni qaydada gedə bilərik. Baxın, bizə nə deyir? Kvadrat istəyir. Kvadrat, amma burada əlavə bir rəqəmlər də verib. Kvadratı bilmək üçün dairəni bilməliyəm, dairəni bilmək üçün üçbucağı bilməliyəm. Yəni mən yekun olaraq üçbucaqla dairəni əlaqələndirərəm. 3A, 2A vuranda neçə eləyir? 6A. Hı hı. Üstə gəlinsin. Bunun qarşısında heç nə yoxsa 1-dir. 3B, 1B. Vuranda 3-ü 1-ə 3 eləyir. 3B. Sadəcə bizdə kənarda bir dənə üstə gəlinsin 4 var. Üstə gəlinsin 4-ü yazdıq kənara. İndi aparıb bura tətbiq eləyəcəm. A-nın qarşısında heç nə yoxdur, 1 deməkdir. 6-nı 1-ə vuranda 6 olaraq da qalır. 6A üstə gəlinsin. Bu 2-ni bu 3-ə vuracam. B-lərin əmsalı. 2 dəfə üçün 6. 6B üstə gəlinsin 4 idi. Bu dəfə deyir 4-dən 2-ni çıx. Yandakı rəqəmdən 2-ni çıx. 4-dən də 2-ni çıxacağıq, qalacaq 2. Bura qədər qaranlıq bir şey qalmadı ki. Yok. İndi rəqəmləri yerinə qoyacağıq. 6-nın bir yerinə 1, A-nın yerinə 1 yazacağıq. 6 dəfə 1-in 6. B-nin yerinə 2 yazırıq. 6 dəfə 2-nin 12. Hı Üstə hı. gəlməsin, qarşıda bir dənə 2 var. Bunlar da toplayanda eləyəcək 20.
Cavab Evet. olacaq A variantı. Hı hı. Bu sualda sadəcə bizdə biraz fərqlilik var artıq. Çünki niyə? Normalda rahat bir sualdır. Sadəcə artıq kök altı ifadə biraz çətinləşdirir. Necə yazmısınız? Bunları mən hamısını yenə də etap-etap gəlmişəm. 18-in 4-ü yuxarıya Hı qoymuşam. hı. Düz yuxarıdan aşağıya kimi belə gəlmişəm. Etap-etap ulduzun yerinə damlanın yerinə qoydum. Sonra düşdüm aşağı. Hı hı. Bəli, başa düşdüm. Aşağıda da 36, 64 alındı. Onlardan kök altından çıxardanda altının üstünə 8 Yəni gəldi. 10. əslində belə bir şey deyim sizə. A'nın əmsalını vurmuş. A'nın qarşısında 2 oldu, 3 oldu. Vurduq 6 yazdı. Ha da kök altında olmuş oldu. Bizim üçün bir fərqi olmuş olur? Yox. Eyni şeydir. Sadəcə kök altı var deyə biraz mürəkkəb görsənir. Gəlin eyni bayaq dediyim qaydada baxaq görək yaza biləcəyik. Bizim bu simvol istəyir. Bu simvol buradadır. Mən bunu tapmaq üçün bu işarəni tapmalıyam, yəni yuxarını. Bunu da Hı hı. bilmək üçün damlanı tapmalıyam. Yəni mən misala giriş edirəm bu damla ilə. Bu üçüncü ilə birincini əlaqələndirərək aldığım cavabı aparıb burada yerinə qoyacağam. Mənə deyir ki, A-nı 2-yə vur. Burada A-nın yerinə nə dayanıb? Kök altında A. Aparıb 2-yə vursam, 2 kökdə A eləyəcək. Nəsə dəyişməyəcək, düzdürmü? Sadəcə Hı hı. A-nın qarşısına 2 düşmüş olacaq. Üstə gəlinsin. Burada artıq üstə gəl var. Misal artıq baxın simvoldan çıxdı. Hesab əməllərinə apardıq. B-nin kubu. Kök altında B-nin kubu. Sadəcə verdiyini yazıram. Kök altında B. Üzərinə də yazıram bir dənə kub. Üstə gəlinsin bir də öz yerindədir. Bunu heç bir şey eləyə bilmirik. Üstə gəlinsin bir. Artıq bu ikisini əlaqələndirdim. Bunu sadə formada tapdım. Mənə deyir ki, 2-yə vur. Amma baxın mötərizədədir. Yəni nə görürsənsə 2-yə vur. 2 A-nı 2-yə vuranda neçə eləyir? 4 A. 4 kökdə A. Üstə gəlinsin. Kök altda B-nin kubunu 2-yə vuranda qarşısına 2 düşmüş olacaq. Kök altında 2-ni yazacağım qarşısına. B-nin kubu. Burada da 1 2'ye vuranda neçə eləyəcək? 2. Buradasınız, səsiniz gəlmir. Bəli, bəli, burada. Hı. İndi baxın, nə edə bilərik burada? Burada yəqin 18. Hı. 18-i kvadratdan çıxartmaq olmur mu? 2A. Bu biraz çətin yoldur, amma mən o tərəf öz yolumla gedəndə 30 almışam. Tamam, belə deyim. Öz yolunuzun bura qədər sizə çətin gəldi. Bunun sonrası mən sizə izah verərəm. Hı Öz hı. yolunuzda neyi nəzərdə tutursunuz? Neyi nəpsiniz? Siz nətər eləmişəm? 18 ilə 4-ü Aha. yuxarıda bu üçbucaq olan yerdə Aha. hesabla 18 2 36 olub. Bu da 4-ün kubu. Siz promi rəqəmlərlə giriş eləmisiniz. Tənlik Bəli, bəli, bir-birağa rəqəmlərlə. Deyirsiniz ki, 18 ilə 4-ü aparıb bura qoymuşam. Burada deməli bəli. A 18 olub. B Hı isə 4 olub. hı. Daha sonra aparıb 18-i vurmuşam 2-yə, eləyib 36. Damlanın bir tərəfi Aha. 36. Bəli, bəli. Buradan A-nı 60. tapmışsınız 36. Burada da 4-ün kubunu tapmışsınız 64. Bir də olub Aha. 64. Aha, o da qəşəng bir üsuldur. Onunla da gedə bilərik. Amma üstə gəlinsin 1 var. Üstə gəlinsin 1 nə etmisiniz? O 14 da bu tapdığım artıq altının üstünə 400, altının üstünə 8 gələndə 14 olubsa, 14-ü gedib qoymuşam o 14 üstə gəl birin yanına. Eləyib 15. Burada indi aha, başa düşdüm. Burada indi A-nın qiymətini salmısınız kökə. Kök altında 36-dan cavab çıxıb 6. Kök altında 60-dır. 64-dən Bir də. cavab çıxıb 8. Hı Toplama hı. qaydadır. Toplayırıq. Bərabərdir 14-ə. Bu 14-ü də gedib yuxarıda Aparıb qeyd burada yerinə qoymusunuz. 14-ün üstünə İçərisində yazmısınız 14. Kənarda 15. bir dənə plus 1 var. 14-ün Bəli. üstünə 1 gəlmisiniz 15. Siz 15. rol almısınız 15. Aparıb 15 burada yerinə yazmısınız. sonra hə gedib 2-ni də vurmuşam 15-i 30 almışam. Yekun olaraq da İnci. ikini də vurmuşsunuz 15-ə 30. Bu da əla bir üsuldur. Tənliklə gedə bilmirsinizsə, əgər sizə qarışıq gəlsə bununla da gedə bilərsiniz. Yox, sənliklə mən gedə bilməm. Hələ bununla normal gedə bilirim. Çox Bax, eyni gözəl sınavı qaydada. şeyləri. Çox Hə, əla o gedirsiniz. heç bir riyaziyyatla mən uyuşmuram deyə. Sənliklə Burada nə gedən. etmişsiniz bəs? Problem yoxdur, Burada narahat eyni olmayın. qayda ilə hamısına 6 bu 6 3-ü dairənin yanına qoymuşam. Sonra Hı -hı. artıq
bu kvadratı tapmışam da yuxarıda. O kvadratı bu yuxarı qoymuşam. Bunu ora, oradan bura. Yəni eyni qayda ilə bu 4-dəki kimi eyni qayda ilə getmişəm. Yuxarıya kimi getmişəm, 42 almışam. Bu səhifədə nəyi Amma yaza bilməmisiniz bəs? 9-a qədər. mən hamısını yazmışam. Düzünü deyim, mənim yaza bilmədiyim Aha. o tapşırıqdır. Neçə? 10. 10. Baxaq ona. Onu mən heç cürə başa Əcəb yaza düşməmişəm. bilməmisiniz. 10 çox sadədir əslində. Saat görsüz mən ancaq çətinlərə baxıram. Mən sadələrə baxmıram. Sizə deyir ki, baxın bu biraz o deyir, məntiqin də məntiqidir. Bu rahat məntiqdir. Çox şey düşünməlisiniz, dərinliyə qədər getməlisiniz. Deyir ki, A-ya belə elə rəqəm verir ki, A üstü B 25 alsın, B üstü A 32 alsın. Siz də deyərsiniz ki, deməli mənim A qiymətim 5 imiş, B qiymətim 2 imiş. Niyə? 5-in üstünə 2 qoyanda 5-in kvadratı neçə eləyir? 25. Hı 2 üstü -hı. 5 neçə eləyir? 32. Bir də Hı məntiqi -hı. tutmağa çalışın. A üstü B, B üstü A. A-nın üstünə B yazanda 25 almısınız. B-nin üstünə Hı. A alanda 32. Amma rəqəmləri qətiyyən dəyişməmisiniz. Eyni olaraq saxlamısınız. Deməli Hı. A-nın qiyməti 5-dir, B-nin qiyməti 2-dir. Baxın, 2'dir. 5-in üstü Ha. 2, A-nın üstü B, Və yəni onu 5-in üstü 2, tapmışam. 25. 200-ün üstünə 5 gələndə bu eləyir 7. Aha, Bu burada yuxarını toplamışsınız. mən 7. sər eləyim. Burada da 2 var da, B-nin də qiyməti 2-dir. 7-nin üstü 2. Ayda, heç 7 2-yə üstü 2 neçə edir? baxmadım 49. mən. 9. Cavab da olur E variantı. Hə, indi bax tapdım. Bəli. İndi sonra yazmadıqlarımı deyim. Yazmadıqlarım 21. 21. 21'e qədər sual Eyni yoxdur ki. qaydada var. Suallar eyni. 21, 22, 23, 24, 25. Bax bunların hamısı eyni model idi. Eyni formadadır və heç birində tapa bilmədim. Nətər tapa bilmədim? Yerinə qoymağı bacarmadım. Problem deyil. Gəlin baxaq. Bizə deyir ki, burada 21-də A 3 bucaq olanda bərabərdir. Üstünə A-nın üstünə 3 gəlir. Hı Burada -hı. artıq A 3 bucağın yanına kvadrat qoyanda A-nın öz qiymətini götürür. 7 3 bucaq 15 kvadratı tapın. Hı -hı. Hı. 7'ni buradan qoysam, 7'ni qoydum, 10 olur. Hə, Sonra bunu onu bura qoyuram, yoxsa nətər başa düşmədim. Onu da ora qoysam 10 eləyirdi onsuz da. yox. 15'i də bura qoysam 7. Yox, elə düşünməyin. İndi aparın 3 bucağın. Bax, 3 bucaq A, Hı A-nın -hı. yanında 3 bucaq, 7-nin yanında 3 bucaq. 7'nin Burada A-nın yanına qoydum. qiyməti nədir? 7-dir. Burada A-nın 7. yerine 7 yazanda 7 ilə 3 toplayanda neçə eləyir? 10. Aha 10. Bu tərəfə Aha. aldım 10. Birinci tərəfin Sonra qiyməti mənə 10. verdi Tamam. 10. Ortada bir üstə gəlinsin var. Üstə gəlinsin, gedək buranı tapaq. 15 kvadratı tapaq. Mənə 15'i də qoysam 15 olurdu yəqin onda. yox, niyə elə düşünürsünüz? Yox, diqqətlə baxın. Bura deyir ki Çünki 15 kvadrat. hə, 15 bu kvadrat. 15'in Baxın, bir dənə diqqətlə baxın. bu 15 onun 15 kvadrat. 15 yuxarı qoyub. kvadrat. Kvadrat nə deməkdir? Biz 15-i bax. 15 kvadrat. 15. Kvadratın əvvəlinə 15 yazdınız, düzdürmü? Kvadratın Hə, əvvəlində dayandıq. 3 bucaq. Sizə deyir ki, bu ifadə 15-ə bərabərdir. A üstə gəl 3 15-ə bərabərdir. bildim. Nəyin üstünə 3 gəlsə 15 eləyər. 15'in üstünə 3 gəldi Deməli bu 18. ifadə mənə nəyə qiymətini verdi? 12-nin qiymətini. Sizə də Hı deyir -hı. bunları toplayın. Toplayanda nəyə bərabərdir? 22. Hmm, bildim. Siz bu hissəni tam Bunu, tuta bilməmisiniz. O üçbucaqla kvadrat hə, əlaqələndə yuxarı bunların keçirir. yerini heç cürə qoyub mən tapa bilməmişəm. Ona görə qalmışdım İndi belə. tam aydın oldu, qaranlıq bir şey qalmadı ki. Yox, qaranlıq bir şey qalmadı. Amma burada görürsüz 22-də 20-ni Eynidir. tapmışam. Eyni qaydadır. Bu 72-ni yuxarı Gəlin qoyanda baxaq. Gözləyin indi. Baxın. 72 vur 4 Bizə 100 deyir ki neçə? 5 üçbucaq. Yəni burada 5 qoy. A-nın yerinə 5 yazdıq. 4 20. 5-in 20. Bunu tapdıq. Əla. Üstə gəlinsin. Dairənin yerində bax, dairənin əvvəlində 72 var. 72 bəli. Dairənin əvvəlində A üçbucaq var. Yəni bizə deyir ki 4A bərabərdir 72-yə. Hı 4A -hı. 72-yə bərabərdirsə A nəyə bərabərdir? 72-ni 4-ə böləcəyik. Ay hə. A da bərabərdir. Mən Nə olur? mən isə vurmuşam 18. A-nın da qiyməti 18 18. tapdıq, götürdük, yazdıq yerinə. 20 ilə 18-i toplayanda neçə eləyir? 38.
Cavab da olur C variantı. Bax, bunları mən belə fikirləşmişəm. Məsələn 20-ni necə yazmısınız? 20, 20, Aha, bəli 20-ni. 20-ni x-i tapmışam. Bunu tənlik kimi həll eləmişəm. Deməli, 4 ilə 3-ü yuxarı qoymuşam. 4-ün üç bucağın yerinə 4-ün Aha, A-nın kubunu yerinə yazmışam. 4 yazmısınız. B-nin yerinə 3 yazmısınız. A- 4 üstü 3. 4'ün kubu bize verir 64. 64. Aha, sonra. Və x-lə 17-ni də elə A-nın yerinə x qoymuşam, B-nin yerinə də Bu 17. tərəfin qiymətini Deməli, tapandan sonra x-in 64. Burada A-nın yerinə x yazmısınız. B-nin yerinə 17. 3 17'ye vuran dili bəllidir. 17, 50, 51, 64, bərabər də 64. Bərabərdirsə, x üstə gəlinsin. Ortada bəllidir. Üstə gəlin. 64 çıx 51, x-ə bərabərdir 13. Əla, çox qəşəng. X də bərabərdir. 51-i digər tərəfə çıxmayla. Mhm, Yan zaman eləyib 13. 13. Bəli. Cavab olub D variantı. Yuxarılara Mhm, baxaq biraz. 20. Burada qutardı 22 idi. Aha. Baxaq 23-ə. 23 o da Eyni eyni qayda. qaydadadır. Baxın, eyni düşünürsünüz. Deyirsiniz Amma ki, aha, kvadratın qarşısında baxın, üçbucaq 10 onu, var. Düzdürmü? aha, onu qoydum bura. Aha. Biz deyirsiniz ki, 4'ü kvadratın qarşısında. aha, Kvadrat bizə burada verilib, düzdürmü? bəli. Kvadratın qarşısında üçbucaq 10 var. Deməli, mən bu aparıb onu harda yerinə qoymalıyam? Kvadratın yanında. Yox, baxın, diqqətlə misal tam tutmağa çalışın. Kvadratın qarşısında bu var. Mənə də deyir ki, kvadratın qarşısında A-dır burada. Üçbucaq deyilən bir şey yoxdur. Deməli, bu onu gətirib harda yerinə yazacağam? Üçbucaq olan yerdə, yəni burada. 4 Hı, vurulsun 40. Üstə hı, gəlin. Sonrada da bir dənə 8 var. aha, 8 bərabərdir 48. aha. A-nın qiymətini 8 tapdım. Daha sonra kvadrata görə tətbiq eləməliyəm axı bir də bunu. Aparıb Hə, indi aldığım qiyməti burada burada qoyuram. yerinə yazıram. 40'ın üstünə də A-nın 2. yerinə 48 yazıram. Üstə gəlinsin 2. O da bərabər nəyə? 50-yə. Amma 50 yoxdur cavablarda. Onu Bunu neyniyim tez? Hə, 50-ni də təzədən yuxarı qoyuram, bircə saniyə, aşağı. bircə saniyə. Biz nəyi səhv eləmişik? Biz burada səhv eləmişik əslində. Yox, cavab düzdür. Sadəcə biz səhv eləmişik. 4-ü bircə saniyə. Mən bildim harda səhv var. Bircə saniyə deyəcəm indi bu dəqiqə Hı düzəldəcəm. -hı. Bizim qiymətimizi birinci promoyu aşağıya tətbiq eləyə bilmərik. Baxın, mənə deyir ki, kvadratın qarşısında bu var, düzdürmü? Bəli. Kvadrat, bax bu hissə 10-a bərabər imiş. Bura 10 imiş. Deməli, A-nın qiyməti nədir? A üstə gəl 2, 10-a bərabərdirsə, A-nın qiyməti nədir? 12. Yox. Bu üstə gəl daxı digər tərəfə çıxmayla keçir. Nəyin üstünə 2 gəlsəm onu alaram? Hə, elə 8. Onu mən bilmirəm. Hə, İşte hə, gəl. 8. İndi aparıb burada yerinə 8 yazıram. 4 dəfə 8-i neçə eləyir? 32 Hı. eləyir. Oh, 32-nin də üstünə 8 gələndə 40. 32 üstə gəl 8 bərabərdir 40-a. İndi bu 40-ı ha, götürüb, sadəcə cavabda qaçıb 40-ı götürməməliyik. Bir dənə bu yerinə diqqətlə yanaşın. 40-ı tapandan sonra mənə deyir ki, baxın, burada kvadrat əvvəldədir, üçbucaq sonradır. Mən üçbucağı hı -hı. tapacağam. Bir dəfə də yenə kvadrata tətbiq edib Yenə də üstünə kvadrata gəl. gedib 40'ın Bəli. üstünə. Yerləri dəyişikdir. Bir dəfə də üstünə 2-ni gəlib 42-ni götürürük. Hı -hı. İkinci cavabımız olur E variantı. 18-ə də gəlin baxaq, elə bununla yanaşıdır. 18-i necə Ha, yazırsınız? 18-i mən deməli üçbucağın yerinə qoymuşam. 3-ün kvadratı üstə gəl 4-ün kvadratı eləyir 25. Aha, burada yerinə yazırsınız. 3 25-i kvadratı tapmışam. 9, üstə gəl. Aha. 4-ün Sonra kvadratı 16, bəli. Yekunda bəli almışsınız 25 25 olur. Sonra bu tərəfə. burada birindən x a'ya x Hə, bir qoymuşam. sual Bu işarəsində promo x-dən işarə eləsək, bəli. 25x 25x bölü 5 bərabərdir 25-ə. Əla. Bərabərdir. Buranın yerinə B-nin yerinə 5 qoyub bərabərləmişik. Buradan aldığımız cavabı. Çünki bərabər. Bəli. Bərabərdir 25-ə. Mhm. Bu 25 ilə bu Yəni 25 5 getməcə ixtisar gedər. X də bərabərdir. Burada bəli. 1 qalıbsa 1-i 5-ə. vurulsun 5, 5-ə. Bəli. Cavab Bəli. olar C variantı. Mhm. 19-u deyim, promoy bu tərəfə aşağıya düşəcək. Bu vərəqdə heç sual qalmasını istəyirsinizsə. 19-u necə On- yazmışsınız?
19-u da eyni qayda ilə, tənlik qaydası ilə 6 yazmışam. ilə yerinə 5 Mən qoymusan. 6 ilə 5-i, 6-nın üstünə 15 gəlmişəm. Eləyib 21 Buranın yuxarıdakını hesab. yuxarını bəli. 3 dəfə 5-in 15, üstünə də Hı 6 -hı. gəldi 21. Sonra x Burada ilə x 10 yazmısınız. 2x çıx çıxılsın 11 bərabərdir bərabərdir 21-ə. 21. 2x Aha, x-i də bərabərdir mənfidir. Baxın, o bir tərəfə müsbətlə keçir toplama ilə. 21 ilə 11 toplayanda 32. 32, X-ə o x-də bərabərdir. 6. 32-ni 2-yə bölüyor 16 Aha. siyahıdır. 24-də 3 etaplıdır. Bax, o birisi 1 etaplı idi. 24 3 etaplıdır. Eyni Bunu bəs şeydir. Baxın, 2 etaplı oldu, 3 etaplı oldu. Bizim üçün nə dəyişir tam olaraq? heç bir şey dəyişmir. Yəni qoyuruq yerlərinə. Bir yaxdan da Amma bax, məsələn, 23 bundan daha mürəkkəb sual idi. Niyə? Çünki həm ayə 2 dəfə mərhələdə tətbiq edirdik. Daha hə, çox. 5-in yerinə qoysaq, A-nın yerinə 5-i, 5-in üstünə 4 gəlsə 9. Bunu aldıq. Aha. Aha, 9-u aldıq. Amma bu mən 8 üçbucağı, onda mən 8-i gedib yuxarıda təzədən 8-in üstünə 4 yazmaqla alacağam, yoxsa necə? Yox, baxın siz misalı tuta bilmirsiniz nədir? Misalı gözünüzdə çox çətinləşdirmisiniz. Bizə deyir ki, kvadrat qarşısında 5 var. Kvadratın Aha, qarşısına 5 qoyun. 5-in üstünə 4 gələndə neçə eləyir? 9. 9. Aha, onu Birinci yeri bilmirəm. Aha, baxın, birinci hissəni tapdıq 9. 9 tapdıq, bəli. Aha, kənarda yazın 9 üstə gəlinsin. İndi qarşıda Aha, üstəgəl var deyə. İndi gəlin, üçbucağın yerinə 8 yazın. Mənə deyir ki, üçbucağın qarşısında 8 varsa burdadır. Deməli, bura 8-də bərabərmiş. A üstəgəl 4 8 isə nəyin üstünə 4 gəlsəm 8 eləyər? hə, Baxın, belə deyir sizə. Deyir ki, hə, üçbucağın qarşısında onu 8 var. Yəni bu hə, hissə 8-ə bərabərdir. Bu hissənin tənliyi nədir? A üstəgəl 4. Sizə deyir ki, bərabər. A üstəgəl 4 bərabərdir 8-ə. Nəyin Aha, üstünə 8? Bax 4 gəlsəm 8 eləyər. 8-dən 4-ə 4. çıxıram. 4. A 4. bərabərdir 4-ə. İkinci tərəfin qiymətini tapdım 4. Üstə gəlinsin 4. Çıxılsın. Dairənin qarşısında 5 var. Deyir ki, bu İndi bu bucaq 5-ə bərabərdir. Düzdürmü? bəli, 3,5. Aha. Yəni neynirəm indi? Tam baxın. Bu üçbucaq 5-ə bərabərdir. Üçbucağın yerinə qoysam deyir kvadrat 5-ə bərabərdir. Kvadratın yerinə qoysam nə alıram? Orada A 1. Yəni diqqətlə baxın. Hə, bir tapdınız sonra nə edirsiniz? Aparıb qoysanız yerinə mənfi 1 eləyər. tapanda gedib qoyuram, 2-nin 1-ə vururam, bunu da çıxıram 8-i. Bu niyə 2-ni 1-ə vurursunuz? A-nı tapmışam da orada. 2A-nın yerinə qoymuşam. 3-cü etapda 2A çıx 8. Yox, bir dənə diqqətlə baxın orasına. Sizdə burada 2 vurulsuna çıxılsın 8 var. Onu necə tətbiq edərik? 2 bərabərdir 1-lə. Dairənin qarşısında verib bizə 5. Dairənin qarşısındakı ifadə üçbucaqdır. Mənə deyir üçbucağın qarşısında 5 var. Üçbucağın ifadəsi nədir? A. Aparıb bir də kvadrata çıxartmağa ehtiyac yoxdur. Baxın. Oranı tutamadınız tam. Dairənin qarşısında üçbucaq var. Dairənin Bəli, qarşısında 5 var. 5 Deyir var. Bəli. ki, yəni bunun qarşısı 5-dir. Apar yerinə qoy demir. Promosiyaya deyir ki 5-dir. 5-dir. Aha. Yəni bu da Hə, nəyə bərabərdir? A-ya bərabər. Deməli A-nın qiyməti nədir? Elə 5-dir. 5. A-nın Hə. qiymətini alandan sonra apar burada yerinə qoyursan. 2 vurulsun 5 neçə edir? Hə, 2 vurulsun 5, 10, 10 çıx 10. 8, Bir dənə 2. burada qalın. Çünki 10 niyə? Bu -8-i burada şeydə kitabda da qeyd etmişəm. -8-i bizə səhvliklə veriblər. Cavabları heç cür uyğun Hə, gəlmək olur. O -8-ə hə, qətiyyən baxmayın. Bunun üstündə qaralayım sizə. Cavabda apardınız 5-i tapdınız, apardınız, qoydunuz yerinə. 2 dəfə 5-i neçə eləyir? 10. 10. Getdik yazdıq yerinə 10. 4 ilə 9 36-dan tapdıq da 13. 13-dən də 10 çıxanda yekun cavab qalır 3. Cavab olur C 3. variantı. Bu 8-ə qətiyyən baxmayın. O 8 tamamilə səhvliklə doğrudur. Aydın olur, burada qaranlıq bir şey qalmadı ki. Yox, qalmadı. 25-ə baxaq. 25-də 4-ü tapmışam. Altını vurmuşam 4-ə, 24. Biri hazırdır. Keçmişəm 12-yə.
12-də 2-ni vurmuşam 12-yə eləyib 24. Elədir, yoxsa bu mənə çox çətin gəlir. Ona görə 2-ni vurum ki, onda 6 olur bu. Bir 2. dəqiqə, niyə belə sürüşüb bura? Hə. İndi görsən. İndi baxın, diqqətlə həll eləyək bunda. Bizə deyir ki, kvadratın qarşısında 4 var. Kvadrat 4. hardadır? Buradadır. A-nın 6. yerinə Aha, 4 dayanıb. A-nın yerinə 4 yazdım. 6 dəfə 4-ü neçə elədi? 24. 24. Birinci Bu getdi. tərəfdə tapdım 24. Üstə Bəli. gəlsin. Mhm. Üçbucağın qarşısında 12 dayanıb. Üçbucağın qarşısında dayanan kvadratdır. Yəni deyir ki, 12. 6A bərabərdir 12-yə. A nəyə bərabərdir? 6A 6. 12-yə bərabərdirsə, A nəyə bərabərdir? 6 bərabərdir 12. O da bərabərdir 2-yə. A bərabərdir 2-yə. Tapdıq. Amma bir şey var. 2-ni Amma tam tapdığımız sonra qaçıb bura 2 yazmır. A-nın qiymətini 2 tapmışıq. sonra Bucağın 2-ni də tənliyi nədir? eləyir 4. 2A. 2-ni də 2-yə vuranda 4. Üstə gəlsin 4. 4. Çıxılsın. 4. Bir baxın. Neyləyərik? Bizə deyir dairənin qarşısında 5 dayanıb. 5 Dairənin var. 5 qarşısında gəlsin. üçbucağın ifadəsi var. 5 üçbucaqdırsa 2-ni vururuq 5-ə. Eləyir 10. 10-dur. Diqqətlə baxın. Deməli, dairənin qabağında 5-dirsə, 5 üçbucağa aiddirsə, 2 vur A. Onda 2-ni A-ya vurub, sonra yuxarı qalxırıq, üçbucağın yuxarı. 2 kvadrata, Yox, elə şey ehtiyac yoxdur. o da yoxdur. Bax, bunu belə Misalı misallar. eləməyin, misalı böyütməyin, misalı qarışdırmayın, çətin formaya gətirməyin. Bircə saniyə üzr istəyirəm. Baxın, gördüm mən tez. Misal çox Hı -hı. sadə formada baxıram. Misal gözünüzə belə çətin formaya gətirməyin. Addım-addım 2 rəqəmi tapmısınız, 3-cü rəqəm qalıb. Mərhələ ilə gedirsiniz. Baxın necə yazarsınız? Aparıb sırayla qoyarsınız. Nə deyirsə orada yerinə sırayla yazarsınız da. Sizə deyir ki, dairənin qarşısında 5 dayanıb. Dairənin Aha, qarşısında 3 bucaq var. 3 bucağın da 5 qarşısında deyir. kvadrat var. Yəni deyir 5. ki, bu 5-i apar burada yerinə qoy. 6-nı vur 5-ə. Yəni deyir 6. 30. Aha, 6-nı 30-u tapdınız. 30-u mən tapdım. İndi Aha. düşürəm Amma sizə deyir ki, 2A 30-a bərabərdir. Baxın, 2A-nı 30 tapmısınız. Deməli, A-nın qiyməti nə imiş? 2A A 15. 30-dur. 30-u da 2-yə bölürük, 15. Bəli. 10. A-nın qiyməti 15-dir. İndi gətirib burada da yerinə yazırıq 15. 15. Hə. 24-dən 4-ü toplayırıq. 28. 28-dən də 15 çıxanda yekun cavab qalır 13. Cavab 13. qalır D variantı. Aydın oldu. Aydındır. Bir dəfə Çox misalı aydın. belə böyütməyin. Belə misal qarışıq bir şey kimi Gözümdə düşməyin. biraz böyüyürdü ya, ona görə. Yox, çox sadə. Baxın, addım-addım gedirik. Sadə bir şeydir. İndi baxın burada. Çox addım-addım gedəcəyik yenə. Bizə deyir ki, Ya, küləmiz 3 var, 4 var. Gəlin bunu da elə yazım üstündən, bu vərəqdə heç nə qalmasın. hə, 3-ün bunu yaz. dördünə qoysaq, 3, burada aşağıdan yazıram ki, bura qarışmasın yuxarı. 3, üstə gəlinsin. B-nin yerinə 4 yazırıq, 4. Üstə gəlinsin, 2, sıxılsın. 2 vurulsun, B ilə A-nın yerini dəyiş deyir. Yəni necə yazırıq? Hə, onu mən siz x, y kimi hesablamışam. Ola bilər. Təzədən Yazarsınız bunu bərabərdir, x bərabərdir yazarsınız. Artıq bu yerini dəyişmiş formasına y deyərsiniz. aha, Deyərsiniz y 2y. yazdım və bu dəfə 4 ilə 3-ü qoymuşam yerinə. 4-ün üstünə 3, üstünə 2, yəni o tənliyi ora qeyd eləmişəm. Bu dəfə y-nə. Onda 3 deməli smaylik 4 almışam da oradan. Tənlik kimi istifadə eləmişəm. X bərabərdir bu formada yazsanız, aslında onunla da gedə bilərsiniz. 3 ilə 4-ü 2-ni təkrar edir Hə. 7. X bərabərdir nə olur? 7 çıxılsın 2y. X bərabərdir 7 çıxılsın 2y. Bu formasında yazarsınız. Tənliyə belə giriş eləyərsiniz. Bu tərsinə yazılan forma y verəndə qarşısındakı 2-yə vurduq 2y oldu. Hə, sonra nə edərik? Hə, sonra onu deməli y-in də yerini tapmışamsa, y-in yerinə qoyuram da o şeyi. Adı nədir? Tənliyimi. Deməli 3 üstə gəl 4. Yəni nətər hardan alınıb? Deməli x bərabərdir 9 çıx 18 üstə gəl 4x kimi hesablamışam artıq.
Əla. Hamısını vurub. Çox qəşəng. 9 çıxılsın. Hı, 18. Üstə gəlinsin 4x. Nəyə bərabərdir? aha. Onu x eləmişəm. Yəni ki, Bərabər edirik x-ə. Da aha, gəlirsin bərabər bərabərdir x-ə. İndi bu x-dən aha, 4x çıxsam, eləyib minus 3x, mənfi 9 3x. 9-dan 18 çıxım. 18 çıxanda mənfi 9. Bəli, o da x-də bərabərdir 3 tapmışam. Mənfi 9-u mənfi 3-ə bölmüsünüz. 3 çox qəşəng, çox əla. Eyni qaydada da bunu. Burada da səhv eləmirəmsə eyni qaydada gedəndə 23 alınır. Burada aşağıdakıların hamısını, burada bəli, orada 23 olub, Yaxşı, 28, uşaqlarla, qızlarla. Orada 23 söydü, səhv eləmirəmsə bəli, əla. bəli, bəli, 23-dür. Aha, 28 eyni qayda 2-ni tapmışam. Mhm. 29-da 4-ü tapmışam, 30-da da 2-ni tapmışam, yoxlamışam da düzdür. Şübhələndiniz, heç bir Yəni şey qaranlıq qalmayıb. yox, heç bir şey qaranlıq qalanlar ancaq o şeylər idi, etap-etap gedən bayaq Mən olan. bunun üstündə qeyd edeyim, bir dəfə bunun üstündə qeyd eləyək bunu, sonra keçərik yeni mövzuya. Linkimizin olsa vaxtım az qalıb, qutarana qədər bu üçünü də yazaq. 28-i dediniz necə yazmısınız? X bərabərdir nəyə? Deməli 28-i belə yazmışam da. 6-nı 2-yə vururuq 12. Bərabərdir. Çıxılsın. Tənyə 5y. x bərabər Buranı 12 y-lə çıx işarə 60. edərik. 5y. Üstə gəl 25x. Y nəyə bərabərdir? Hə, y orada bərabərləmişəm. 2 vur 6 çıx 5x-ə. 12. Yəni Aha, 12 12 çıx, çıxılsın 5x. aha, 12 çıx 5x eləmişəm. Aparıb burada yerinə qoysaq. X Bəli, bərabərdir. x bərabər 12 minus çıxılsın. 100. 60 üstə gəlinsin 25x. Aha. Oradan da mən 60-ı 12-dən çıxmışam 48 olub. Üstünə də 25x. Aha, mənfi Min 24x belə buradan yazmaydım. Mənfi 24x bərabərdir mənfi 48 olur. Ədədləri bir tərəfə, məhsulları bir tərəfə yığdıq. X də bərabər. bərabərdir 2-yə. Cavab olur B variantı. Əla, çox qəşəng. Eyni qaydada bu iki sualda eyni qaydada gedir. Nə edir? Aha. Etmədik. Buranı təmiz yazdıq. Buraları yazdıq. Fərqli bir şey qalmadı. Gəlin, Qoy qalmıyor. gəlin təzə dərsə keçirmişək. 2-3 dəqiqə qalıb onsuz da linkin rekordu dayanacaq bir an. Şifrələrdə yazmışam. Siz mənə şifrələrdə demisiniz. Onu da Allah yazmışam. şifrələri də yoxlayarıq. Şifrələrdə indi Aha. çox sualını tutsun, dəhşət asan bir mövzudur çünki. Bilirəm asandır, amma müəllimə bəzi bilsiz nələr mənə çətin gəlir. O heç onların belə yanına da baxa çünki heç hesablaya bilməmişəm. Nədir ki, o Birinci hissə mövzular elə belə heç yanına da yaxınlaşa bilməmisiniz elə. bilsiz nətər orada yazılıb materik 6, okean 4, fəsil 4, not sual qoyub. Mən tapa Neçə bildim dənə elə notunuz var? 3. Neçə dənə notunuz var? Ha 7 Doğru dənə. eləyib. Tam deyir. Ayda görürsən. Heç mən o isə okean 4 okeandır, 4 fəsildir, materik 6. Hə, notda 7 dənədir. Suala baxmaq gözümsə bu qədər. Deyən gəlin da rekordu dayandırım, təzəliyim şifrələrə baxaq. Aha, zəhmət olun. Ay